Salam hörmətli izləyicilərimiz, bu günləri isə Xırdalanda əla təmirli bir otaqdan 2 otağa düzəlmə, qəşəng, geniş bir mənzil təqdim etməyə gəlmişəm. Niyə bu mənzil genişdir? Çünki layihə uğurlu layihədir. Mənzilin 3 balkonu olub, 3-ünü də evyəsi açıb mənzilə qatıb, mənzil çox genişdir. Bir ara evyəsi evi satırdı, sonra satışı dayandırdı, yenidən satışa çıxarılıb və o çox gözəl qiymətlə, çünki ev yiyəsi başqa bir mənzil almalıdır. Şişirilmiş qiymət qoyulmayıb, bazara uyğun qoyulub, hal-hazırda 75 minə pis gündə mənzillər satılır. Bu mənzilə isə xərc tələb olunmur. Hal-hazırda sizə evimizin qonaq otağını göstərirəm. Burada balaca bir kabinet kimi ev yiyəsi yer düzəldib. Görürsünüz, bütün mənzildə olan şkaflar hamısı yığılma şkaflardır, bahalı şkaflardır, hamısı qalacaq. Mətbəxi görürsünüz, mətbəx evyəsi keçmiş balkona çıxarılıb. 9 mərtəbəli binanın 8-ci mərtəbəsində mənzilimiz Kupçalıdır. Gəlin sizə geniş evimizin yataq otağını göstərim. Girişi görürsünüz, girişdə yenə də dolap yığılıb düz axıra qədər. Hamam otağını sizə göstərim. Evin qəşəng təmiri var, səliqəli mənzildir. 84 min manata Kupça əldə istənilən asan xidmətdə və ya notar üstü satqımızı eləyə bilərik. Və evimiz düz Anabala parkının yanında, Köhnə bazarın yaxınlığında, düz prospektin üstündə yerləşir. Qəşəng geniş həyəti də var. Burada da gördüyünüz kimi, hörmətli izləyicilərimiz, axıra qədər iki tərəfdən yığılmış şkaflar, hamısı səliqəli şəkildə, qəşəng rəngdə deviyyəsi seçilib, hamısı mənzildə qalacaq. Gəlin sizə həyəti də göstərim. Baxın, belə gözəl, parkovka üçün rahat yeri də var. Bilirsiniz ki, Sovet dönemində tikilmiş binaların həyəti geniş olur. Parkovka problemi Novostroykadakı kimi insan yaşamır. 9'un 8'i Leningrad layihə 1-dən 2-yə düzəlmə səliqəli mənzil 84 min manata təcili satılır. Buyurun əlaqə saxlayın. Bugünə bu qədər, sağ olun.